Məhsul növə passive voice-a baxırıq. Burada biz 6-cı test tapşırığına baxaq. The children decorate the cake with candy. Burada baxırıq ki, feilimiz decorate'dir. Sonda nə var? Ed var. Deməli, hansı zamandır? Keçmişdədir. Keçmiş zamanda olduğuna görə biz passive voice düzəldərkən to be-nin formaları olaraq keçmiş zaman formasını götürəcəyik. Was və çıxartmalıyıq. Deməli, B variantında is var, indiki zamanda olmaz. C variantında was'dan sonra be'nin heç vaxt işlənməz. C variantı da səhvdir. Birinci söz olduğu kimi başlamaz. O da səhvdir. Y variantı da səhvdir. D variantında da to be-nin forması yoxdur. Ona görə D da səhvdir. Düzgün cavabımız A variantı. 7-ci test tapşırığına baxaq. 7-ci yenə olduğu qaydada discovered'in sonunda ed var. Bu keçmiş zamandır. Keçmiş zamanda bir də birinci qayda olaraq scientist sözü birinci sözün mübtədə olduğu kimi çıxmaz. Çünki yəni bu məhsul onda çevrilmiş olmur. Ona görə B variantı getdi. A variantında is indiki zamanda getdi. C variantında will gələcək zamanda getdi. D variantında qalsın. Y variantında da was B-lə heç vaxt işlənməz. Düzgün cavabımız D variantı qalır. Başqa baxaq hansına? Baxaq 5-ci test tapşırığına. Burada the company products new cars every year. Burada products'ın sonunda s var. Deməli bu indiki sadə zamandır. Çünki company şirkət təkdə olduğuna görə ondan sonra gələn feilin sonunda s varsa bu indiki sadə zamanın göstəricisidir. İndiki sadə zamanda da nə götürəcək? To be-də am, is, a. Üçündən birini götürməliyik. The company ilə heç vaxt başlamaz. Ona görə Y variantı getdi. C variantında will gələcək zamandır. C variantı getdi. B variantında are B-lə heç vaxt işlənməz. C variantı getdi. A variantında da were keçmiş zamandır. İşlədə bilmək. Düzgün cavabımız D variantı.